Neft və qaz resursları bugün həqiqətən də milli təhlükəsizliyin əsas komponenti qismində çıxış edir. Məsələn, son günlərdə dünya mətbuatını nəzər yetirərkən mənim diqqətimi çəkən məsələlərdən biri ondan ibarətdir ki, dünyanın nüfuzlu strategiləri tərəfindən belə bir sual ünvanlanır ki, enerji resurslarının şaxələndirilməsi istiqamətində və bu mənbələrə çıxış baxımından Avropa İttifaqı harada dayanacaq və yaxud da ikinci bir belə obrazda sual qoyurlar ki, enerji resurslarına malik olmaq istiqamətində bu qızışan rəqabət yerin üstündən yerin altına mı keçir? Məsələn, bu istiqamətdə mən bir məsələni vurğulamaq istəyirəm ki, son günlərdə Böyük Britaniya ilə Norveç arasında sualtı qırıqlara dair, qırıcı infrastruktura dair daha doğrusu bir pakt imzalandı və Böyük Britaniya bunu, Müdafiə Nazirliyi bunu belə əsaslandırır ki, son zamanlarda Arktika sahillərində Rusiyanın fəallığının 30% aktivləşdiyini bir şahidliyik və bu bizim milli strategiyamız baxımından buna bizi vadar edən məsələdir. Bu dünyaya baxışımızdır. Digər bir baxımdan biz görürük ki, Avropa İttifaqının bu enerji məsələləri ilə bağlı narahatlığını təmin etmək üçün üzünü sadəcə Cənubi Qafqaza tutmur. Digər bir məqamda Qara Dənizə tutur. Məsələn, Qara Dənizdə gələcək enerji layihələri ilə bağlı Avropa İttifaqının 10 ən mühüm deməli qaz yatağından 4-ü qeyd etməliyəm ki, Qara Dəniz olacaq. Digər bir tərəfdən Cənubi Qafqaz yeraltı və yerüstü sərvətlərlə zəngindir. O tərəfdən biz Mərkəzi Asiyanı dəyərləndirməliyik. Təbii ki, resurslar öz yerində, amma digər bir baxımdan əsas məsələ bugün tədarük təhlükəsizliyinin mən düşünürəm ki, təmin edilməsidir. Məsələn, Paşinyanın Astanaya səfərini də mən bilavasitə buna əlaqələndirirəm ki, məhz dövlət başçımızın səfərindən sonra, orada Qazaxstanda səsləndirən taxıl məsələsindən sonra ki, Azərbaycan taxılı Ermənistana nəql olunmağa başladı. Daha doğrusu Qazaxstan taxılı Azərbaycan vasitəsilə Ermənistan nəql olunmağa başladı. Yəni bir növ Paşinyan buna nail oldu ki, həm resurs təhlükəsizliyini deməli təmin etmiş olsun, həm də bütövlükdə öz təhlükəsizliyini bir aktordan asılı vəziyyətdə qoymasın. Söhbət heç şübhəsiz ki, burada Rusiyadan gedir. Və siz baxın ki, bu istiqamətdə deməli Türkiyədə edilən təzyiqləri var, onun sıxışdırma cəhdləri var ki, Qara Dənizdə məsələn baş verən məsələlər də bununla əlaqədardır ki, Ermənistanla Türkiyə sərhədləri qısa bir zamanda açılsın ki, bir növ Ermənistana nəfəslik təqdim olunsun ki, artıq iqtisadiyyatını şaxələndirməyə bacarsın. Digər bir mühüm amil var, burada diqqətləri çəkən. Son günlərdə, məsələn, belə bir xəbərlər də tirajlanır ki, deməli, Azərbaycandan yük daşımaların yan keçməsi üçün Rusiya tərəfindən Gürcüstana ciddi təzyiqlər var. Məsələn, siz az öncə İran məsələsini vurğuladınız ki, İranla Rusiyanın bu istiqamətdə belə deyək ki, müəyyən maraqlı qrupların birgə koordinasiyalı işləməsi. Çünki nəyə görə mən müəyyən maraqlı qüvvələr deyirəm? İran yumşaldır, sadəcə Rusiya aranı qarşıdırır. Bəli, az öncə mənim vurğuladığım məsələ ki, Araqçının məsələn səfəri zamanı burada böyük hörmətin burada deməli təqdim olunması və yaxud da yüksək səviyyəli görüşlərin sadəcə söz xətrinə, rəsmiyyət xətrinə vurğulanması deyil. Eyni zamanda dövlət başçımızın İrana səfərə dəvət olunması ondan xəbər verir ki, deməli qarşıda bizi layihələr gözləyir və bu layihələr üçün ön görüşlər artıq keçirilib. Yəni qeyd etdiyim o yüksək rəsmi səfərlər zamanı artıq bu müəyyənləşdirilib. Digər tərəfdən mənə nəyə görə bildirəm ki, bəzi maraqlı qüvvələrin əslində Rusiya özünü bu istiqamətdə göstərir ki, Azərbaycan, İran və Rusiya üç tərəfli formatda görüşünün keçirilməsi və yaxud da Azərbaycan, Türkiyə, İran görüşünün keçirilməsi ilə Rusiyada maraqlıdır. Amma məsələ ondan ibarətdir ki, Rusiya çox gözəl fərqindədir ki, Cənubi Qafqazda əvvəlki dominantlığı kəskin şəkildə sınıb və bunu bərpa etmək üçün şübhəsiz ki, burada Ermənistandakı seçki məsələsini əlində alət edərək az öncə sizin dediyiniz o media vasitəsilə. Çünki heç də təsadüfi deyil ki, son günlərdə deməli Azərbaycan deməli prezidentinin xarici siyasət məsələləri köməkçisi hörmətli Hikmət müəllim Dohada bir fikir səsləndirdi ki, burada beynəlxalq medianı eyni zamanda beyin mərkəzlərini burada əsas bir deməli vasitə kimi göstərdi ki, bilirik ki, son günlərdə dünya siyasətinin formalaşdırılması həm bu beyin mərkəzlərinin mətbəxlərində, həm də beynəlxalq informasiya məkanında formalaşdırılır. Bu baxımdan düşünürəm ki, burada iş hər tərəfli istiqamətdə getməlidir. Az öncə qeyd etdiyim məsələyə bir daha dönmək istəyirəm. Milli təhlükəsizliyin müxtəlif komponentləri üzrə məsələlərin baş tutması, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi, ərzaq, iqlim, eyni zamanda informasiya siyasəti üzrə.